Maç başlandı. Hər iki komandaya uğurlar Misli Premyer Liqasında 10-cu turun növbəti qarşılaşması Karvan Yevlax Zirə maçı CBC Sportun canlı efirində meydan sahibləri ilk olaraq meydanın mərkəzindən top oyuna daxil etdilər. Turda Sumqayıtla oyuna da belə başlamışdı Zirə. Və indi təhlükəli vəziyyət yarana bilər. Qapıya zərbə endirir və ilk təhlükəli hücum qola yaxın olan tərəf əsasən də son oyunlarda və burada sözsüz ki onun qutarışı verib startda Sumqayıtla oyundan fərqli olaraq orada Junior Martin start heyətdə yer almışdı. Papunaşvili, əla hərəkət, Papunaşvili qapıya baxır. Papunaşvili uzaqdan qapıya zərbə. Mümkün olmur, Əlicanovla hücum davam edir. Papunaşvili aldadıcı hərəkət, Qavi Thompsonu aldatdı Parker qarşısında. Papunaşvili geri oynayır, Gima qapıya baxır. Gimanın zərbəsi qeyri-dəqiq alındı. Bu buraxır Mudzinci. Burada daha dəqiq oynamaq olardı zənnimcə. Amma yenə də pis alınmadı. İbrahim Konate sürət yığıb. Konate zərbə də İbrahimov. İbrahim Konate. Və yeri gəlmişkən bu da İbrahim Konate'nin epizodu. Kamran İbrahimov əla oynadı. Barker'de onun zərbəsi və burada Aydın Bayramov. Gol qeydə alındı. Aydın Bayramovun səhvi. Biz isə qolun təkrarına baxırıq. Zərbə indirildi, top qapıdadır. Görünür, ötürmə Papunaşvili hesab bərabərləşə bilər, amma bu cür zərbələrlə bunu etmək çətindir. Qeyri-dəqiq oldu Papunaşvili. Hər üçü kifayət qədər hündür boya malik olan oyuncular da ötürmə gəlir. Ruan Rinato'nun zərbəsi. Kamran İbrahimov yenidən Karvan Yevlaxı xilas edir. Bir daha bu zərbəni izləyək. Bəlkə də mövsümün seyvi idi bu. Kamran İbrahimov bu cür toplara reaksiya göstərmək çox çətindir qapçılara, amma Kamran İbrahimov bunu bacardı. Cərmə meydancasına baxır, ötürməsini edir. Elçin Əlicanov tamamilə təkdir. Əlicanov və burada boş qapıdan Karvan Yevlaxın kapitanı Elvin Yunuszadə topu çıxarır. Hesab bərabərləşməyə çox yaxın idi. Amma Karvan Yevlaxın kapitanı burada son mani ola bildi Zirə futbolçuları üçün. Kücdən zərbə yerinə etirilir. Papunaşvili. İsmətin ötürməsi. Qapıya zərbə və hesab bərabərləşir 1-1. İbrahim Konate. İbrahim Konate. Rəşad Sadıqovun əvəzləmələri dərhal özünü göstərdi. İbrahim Konate'nin bərabərlik qolu. Bir daha epizodun təkrarına baxırıq. Qolun vurulduğu an Elçin Əlicanovun ötürməsi. İbrahim Konate topu boş qapıdan keçirməyə bu vəziyyətdə borcluydu. Artıq heç kim, heç nə ona mani ola bilməzdi. Qol yoxlanılır. Duran, olacaq hərəkətlər, əla bir ötürməsin o. Spence bu, qapıya zərbə indirilir və hesab 2-1 olur. Karvan Yevlax ruhdan düşmədi buraxdığı topdan sonra. Əla bir hücum. Həlledici zərbəni isə Kyle Spence vurdu. Karvan Yevlax 2, Zirə 1. Ruan Renato. Junior. Martin Junior ötürməsi. Mikel zərbə! Bu da qoluydu, qola bax qola! Qola bax qola! Zirə yenidən hesabı bərabərləşdirir. Qolun müəllifi. Karvan Yevlax 2, Zirə 2. Əla bir qol. Kamran İbrahimov çox çalışdı amma bu topa çatmaq mümkün olmadı. Əla bir zərbə idi. Çox gözəl bir zərbə, uzaq küncə topu fırladaraq göndərir Mikels. Qapı qarşısına ötürmə və top qapıdadır. Və top qapıdadır. Elə Qismət Aliyev da topu birbaşa qapıya vurmuşdu. Amma orada toxunuş var idi və səhv etmirəmsə bu İbrahim Konate idi.
Təkrarı gözləyək. Zirə nəhayət ilk dəfə bu oyunda hesabda önə keçir. İsmət Aliyev topu ötürür. Gomis, bəli, bu toxunuş çox vacib toxunuş idi, belə ki, Kamran İbrahimov. İsmət Aliyevin bu zərbəsindən sonra topu tutacaqdı, amma Iron Gomis'in bax bu toxunuşu dabanla əla bir gol. 3 xala daha da yaxın edir. Kamran Bey Rəhimov və bu da son. Bu oyunun son fiti idi. Beləliklə maç yekunlaşır. Karvan Yevlax futbolçuları çox məyuslar. 2 dəfə hesabda önə çıxdılar, amma yekunda meydanı məğlubiyyətlə tərk etmədilər.